Salam əziz izləyicilər, xoş gördük hər birinizi. Bugün sizlərə sürət məhdudlaşdırıcı süni maneələrin keçirilmə qaydasından danışacağım. Hansı ki, el arasında buna tramplin də deyirik. Bir çoxumuza bu maneələrin keçirilmə qaydası izah olunarkən ətraflı izah olunmur. Yəni tam şəkildə dolğun bilgi verilmir bizə. O səbəbdən də biz mütəmadi olaraq bu maneələri yanlış şəkildə keçirik. İzah olunarkən bizə nə deyilir? Həmin o sürət məhdudlaşdırıcı maneəni, yəni tramplini keçərkən əyləc pedalını bas, yəni tormuzu bas. Bu deyilir. Ancaq əyləc pedalını burax, bu deyilmir. Məsələ də məhz buradadır. Siz əyləc pedalını, yəni tormuz pedalını basarkən avtomobilin təkərləri 70-in 30-a kilidlənir. Yəni 70% ön təkərlər kilidlənir, 30% arxa təkərlər kilidlənir. Bu səbəbdəndir ki, biz əyləc pedalını bir qədər çox basanda avtomobilin içərisində olan sərnişinlər, eləcə də yük önə doğru gəlirik. Yəni avtomobilin ön hissəsi aşağıya doğru meyllənmiş olduğu üçün. İstehsalçı niyə belə düşünüb, niyə belə qərar verib? Bu bir başqa məsələ. Burada da səbəb var, səbəbsiz deyil. Bu mövzuya da qayıdacağım. Ancaq ilk öncə sizə bu süni maneənin, yəni tramplinin düzgün şəkildə keçirilmə qaydası necə olmalıdır, bunu izah edirəm. Belə fərz eləyin ki, bu şüşə sizin avtomobildir. Şüşənin içərisində olan su, maye isə avtomobilin çəkisidir və yaxud da avtomobilin içərisində olan yükdür, sərnişindir. Siz əyləc pedalını basarkən avtomobilin təkərləri dediyim kimi 70-in 30-a kilidlənir. Yəni 70% ön təkərlər, 30% arxa təkərlər kilidlənir. Bu səbəbdən dolayı da bütün çəki, ağırlıq, kütlə önə doğru gəlir. Və fərz eləyin ki, bu əlim də tramplindir, həmin o süni maneədir. Siz gəlirsiniz, əyləc pedalını basırsınız, sürəti azaltdığınızı düşünürsünüz və bütün ağırlıq çəki ön oxlar üzərinə düşür. Hansı ki, avtomobilin bütün vacib detalları da məhz öndədir. Sürətlər qutusu, mühərrik, hamısı öndədir. Yəni ağırlıq daha çoxdur ön hissədə və belə olan halda avtomobiliniz daha çox zərbə alır. Düşünün, bütün ağırlıq, kütlə gəlib ön hissəyə, öndə də tramplin var, yəni o süni sürət məhdudlaşdırıcı maneə var. Bu şəkildə keçəndə avtomobil daha çox zərbə almış olur. Biz bunu hansı şəkildə keçməliyik? Bu maneə ki var, tramplin, bunu gördüyünüz müddət ərzində dayanmağı düşünməyin. Mən demirəm gəldiyiniz kimi gəlin, həmin o maneəyə, tramplinə çatanda əyləc pedalını kəskin şəkildə basın, xeyr. Sürəti azalda gəlin. Yəni görürsünüz də qarşıda sizi nə gözləyir. Ancaq bu maneə ki var, tramplin ki var, bu gözdən itib avtomobilin alt hissəsinə keçir, artıq görmürsünüz. Onda əyləc pedalını basırsınız, dayanırmış kimi. Təxminən 2-3 saniyə sonra əyləc pedalını buraxırsınız. Belə olan halda nə baş verir? Ön təkərlər 70%, arxa təkərlər 30% kilidlənir və bunun nəticəsində də bütün çəki ilk öncə ön oxlar üzərinə düşür. Avtomobilin ön hissəsi aşağıya doğru meyllənir. Siz əyləc pedalını buraxanda isə bütün kütlə ağırlıq keçid eləyir arxa oxlar üzərinə və avtomobil maili şəkildə bu maneəni keçir. Əgər siz əyləc pedalını ümumiyyətlə basmadan bu maneəni keçsəz, avtomobiliniz bir o qədər zərbə almaz, nəinki siz əyləc pedalını basıb basılı saxlayaraq keçsəz. Yəni əyləc pedalını basıb basılı saxlayaraq o maneəni, tramplini keçmək avtomobilə daha çox ziyan eləyir, nəinki ümumiyyətlə o əyləc pedalını basmadan keçmək. Çünki belə olan halda çəki, avtomobilin kütləsi, belə deyək ki, 50-nin 50-yə bölünüb. Ancaq siz əyləc pedalını basanda, təkrar olaraq vurğulayıram, bütün çəki, ağırlıq ön oxlar üzərinə düşür. Bu şəkildə də keçsəz, avtomobil daha çox zərbə alır.
bir dəfə, 10 dəfə, 5 dəfə, 20 dəfə keçməklə bir sıxıntı olmur. Ancaq mütəmadi olaraq bu vərdişə yiyələnib, bu vərdişlə biz o sürət məhdudlaşdırıcı süni maneələri, yəni tramplini keçəcəyimiz təqdirdə artıq avtomobilin askı sistemi, eləcə də mühərrikin yastıqları, sürətlər qutusunun yastıqları, bunlar daha tez sıradan çıxır. Nəticədə də qalırıq ustalarda. Bəs yaxşı, niyə istehsalçı belə düşünüb, belə qərar verib? Niyə təkərlər biz əyləc pedalını basarkən 70-in 30-a kilidlənir? Ön təkərlər 70%, arxa təkərlər 30% kilidlənir. Bunun da səbəbi var. Söhbət 1950-ci, 60-cı, 70-ci, 80-ci ilin buraxılışı olan avtomobillərdən getmir. Yəni müasir avtomobillərdən gedir. Diqqət etsəz görərsiniz ki, avtomobillərin ön bamperləri, yəni buferləri plasmasdandır. Bu əksər avtomobillərdə belədir. Söhbət minik avtomobillərindən gedir. Yolsuzluq şəraitində idarə olunan offroad tipli avtomobillərdən getmir və yaxud da yük avtomobillərindən getmir, hansı ki inşaatda, tikintidə işləyirlər. Söhbət dediyim kimi minik avtomobillərindən gedir. Bu avtomobillərin ön hissəsində olan, eləcə də arxa hissəsində olan həmin o bamperlər plasmasdır. Amma o plasmasın da arxasında, yəni daxildə penoplast deyilən bir material var. Yəni belə elastikliyi olan bir materialdır. Ondan sonra dəmir gəlir. Yəni plasmas, arxasında o elastik material, daha sonra dəmir. Bunu istehsalçı ona görə düşünüb ki, piyada vurulmalarında piyadaların sağ qalma şansı olsun. Və təkərlərin 70-in 30-a kilidlənmə səbəblərindən biri də məhz budur. Düşünün, Allah hər birinizi qorusun. Mən bunu sizləri maarifləndirmək üçün bu məqama toxunuram, yəni negativliyə yozmayın. Düşünün ki, qarşıda piyada var, Allah qorusun. Siz gəlirsiniz, əyləc pedalını basırsınız və yaxud da basmırsınız. Avtomobil bu şəkildə gəlib piyadanı vursa, hardan vuracaq? Qarın boşluğundan. Və daxili qanaxmadan o piyada ilə yerindəcə keçinəcək. Düzdür, Allah qoruyanda qoruyur, qorumayanda qorumur. Bu bir başqa məsələ. Ancaq bütün zəruri tədbirləri sürücü olaraq biz də almalıyıq. İstehsalçı da onları düşünməlidir ki, düşünüb də. Ancaq təkərlər 70-in 30-a kilidlənəndə, ön təkərlər 70% kilidlənəndə avtomobilin ön hissəsi, yəni burnu yatır aşağı. Və piyadanı vurarkən, piyadanı qarın boşluğundan deyil, beldən aşağı, yəni ayaq hissəsindən vurur. Və belə olan halda piyadanın sağ qalma şansı var. Yəqin ki, bunun hələ izah olunması bir çox tərəflər var. Mən indi çox da dərinə getmədən sizə bu haqda bilgi vermək istədim. Ümid edirəm ki, bu sizinlə paylaşdığım bilgilər sizlər üçün də dəyərli olacaq. Bəzən biz çox danına qalırıq bu kimi məqamlara görə. İstər çuxurları keçərkən, istər bu süni maneələri, tramplinləri keçərkən. Amma dediyim kimi, hər şey düzgün izahdan, yetərli izahdan gedir. Bundan ibarətdir. Düzgün şəkildə hər şey bizə izah olunsa, bizlər bunu anlamayacaq qədər qavramsız insanlar deyilik əksəriyyətimiz. Sadəcə olaraq düzgün başa salınmalıdır, düzgün izah olunmalıdır və yetəri qədər də təkrar olunmalıdır, praktik olunmalıdır ki, bunlar vərdiş halına gəlsin. Bu kimi xırdalıqlar çoxdur, əzizlərim. İstər süni maneənin, yəni tramplinin keçirilməsində, istər dönmə əməliyyatlarında, istər güzgülərin istifadə qaydasında, istər parklamada, istər dairələrdə nə çox müddəalar var. Əgər siz A-dan Z-yə bütün incəlikləri öyrənmək istəyirsinizsə, bunun üçün mən bütün paylaşımlarda, canlı yayımlarda, eləcə də tələbələrimlə şəxsi söhbətlərimdə
bu fikri səsləndirirəm. Təkrar olaraq da bu video vasitəsilə sizlərə bildirirəm. Sıfırdan başlayaraq avtomobil idarə etməyi öyrənmək istəyirsinizsə, bu 3 saatlıq, 5 saatlıq, hətta 10 saatlıq iş deyil. Bax, bunu qəbullanın. Mən demirəm 10 saata heç nə öyrənə bilməzsiniz, 10 saata çox şey öyrənərsiniz. Ancaq 10 saata sıfırdan başlayıb profesional sürücü olma şansınız sıfıra bərabərdir. Çünki burada bilgilər çoxdur, öyrənməli olduğumuz, belə deyim də, məqamlar çoxdur. Əgər söhbət başdan getdi öyrənməkdirsə, bunun üçün heç 10 saat da lazım deyil. Əsas qaz pedalını tanıdım, əyləc pedalını tanıdım, sükanı tanıdım və salam. Düz gedim, gəlim. Bundan ötürü 2-3 saat bəs edir. Yox, əgər saydığım kimi bir belə məqamları siz mükəmməl şəkildə öyrənib və də tətbiq eləmək istəyirsinizsə, ələxüsus da Bakı kimi nəqliyyat axınının sıx olduğu bir şəhərdə bu 10 saatlıq iş deyil. Vaxtınızı, həvəsinizi, gücünüzü, ən əsas da maddiyyatınızı buna görə ayarlayın, hesablayın. Əgər sizin bu işi tam şəkildə öyrənməyə vaxtınız, gücünüz, həvəsiniz, maddiyyatınız çatmayacaqsa, o zaman bu işi müəyyən bir müddətlik dayandırın. Hazır olduqdan sonra buyurun, başlayın tam şəkildə öyrənin, yekunlaşdırın. Və çoxu sizə çox söz deyə bilər. Yəni buna manipulyasiya da deyə bilərik, buna marketinq də deyə bilərik ki, əsas müştəri tələbə gələnə qədərdir. Hə, gəl, mən səni narahat olma, mən 5 saata səni öyrədəcəm. Sən nə danışırsan, mən kimləri öyrətmişəm, sən bilirsən. Heç 10 saat da çoxdur. Bu sözləri eşidirik, gəlirik və yaxud da paylaşımlarında görürük ki, danışır hansısa bir təlimçi ki, bu tələbəmi mən 2 saata öyrətdim, 3 saata öyrətdim, 5 saata, bu kimi şeylərlə yəqin ki, çox qarşılaşırsınız. Mən bunu sizə aşılamaqda məqsədim nədir? Reallığı qəbul edin. Xoşunuza gəlməyə bilər reallıq, amma həqiqət olmaqda qalır. Yəni gəlirsiniz, belə olan halda o sözlərə inanırsınız, o çəkilmiş videolara inanırsınız ki, hə, onu 10 saat öyrənibsə, mən də 5 saata, 3 saata, 10 saata öyrənəcəm. Gəlirsiniz, təlimə qoşulursunuz, 7-8 dərs, o baş bu baş, o baş bu baş. Gedib gəlirsiniz, Elnarəni götürürsünüz, Gülnarəni qoyursunuz, bu tələbə ilə onu düşürt, o tələbə ilə bunu mindir. Beləcə vaxtınız boşa gedir, yəni taksi fəaliyyəti ilə məşğul olursunuz. Gəlir 9-cu dərsdə sizə deyilir ki, sən 10 saat bəs eləmədi, bir 10 saat da götür. Belə olanda bu qalır balıq sümüyü kimi adamın boğazında. Nə uda bilirsən, nə çıxarda bilirsən. Bir belə vaxtı məşğul olmusan, vaxt ayırmısan, pul ayırmısan, yarımçıq qoymaq anlamsızdır. Amma davam eləməyə də ya vaxtın yoxdur, ya pulun yoxdur, ya imkanın, həvəsin yoxdur. Yəni, pis vəziyyət yaranır. Amma əmin olun ki, siz bu halla qarşılaşmışsınızsa, eyni təlimçidən əlavə olaraq 10 saat deyil, 50 saat da götürsəz nəticəniz olmayacaq. Yenə də eyni şey. Və 10 saat, 20 saat, 50 saat təlimə getdikdən sonra gəlib yoldaşınızla, atanızla, qardaşınızla avtomobil sürmək istəyəndə utanacaqsınız, danlanacaqsınız. Deyiləcək sizə maşını xodda, maşını xod deyə bilmirəm. Niyə? Pastayanlı maşın xodda olurdu, elə mənə öyrədilməyib bu. Deyiləcək ki, işıqları yandır. Hardan yanır işıqlar bilmirəm. Abala, niyə? Mən ancaq gündüz sürmüşəm, axı heç ehtiyac olmayıb ona. Deyiləcək ki, güzgülərlə tutalım ki, bax, güzgülərlə hesab götür işdə, bacarmayacaqsınız. Niyə? Mən arxa sürməyə öyrədilməyib. Parkovka ilə parkovkanı mənə öyrətməyib müəllim. Nə öyrənmirsən? Bu müddət ərzində nə öyrənmirsən? Ancaq düz yol, aeroport yolunu getmişik, gəlmişik. Binəsədərəyə getmişik, gəlmişik. Və yaxud da Əhməd Rəcəblini getmişik, gəlmişik. Yəni, bunlar mənim sizə deməli olduğum şeylər deyil bəlkə də. Siz artıq avtomobil idarə etmək istəyirsinizsə, demək ki, kifayət qədər yaşınız, həyatda əldə elədiyiniz uğurlarınız var ki, artıq avtomobil idarə etməyiniz qalıb ki, indi də onu öyrənirsiniz. Amma
Düzgün düşünə bilin, düzgün yanaşa bilin və həqiqətləri qəbul eləyin. Yenə də deyirəm, əgər məqsədiniz düz yolu o baş bu baş gedib gəlməkdirsə, bunun üçün 10 saata ehtiyac yoxdur. Hətta mən məcazi mənada deyirəm ki, sizə belə ehtiyac yoxdur. Avtopilot rejiminə qoyanda avtomobil özü gedir. Amma bunun döngəsi var, U dönüşləri var, yol ayrıcılarının keçilmə qaydası var, dairələr var, dairələrə girişlər, çıxışlar var. Sonra sıxlıqda avtomobili idarə etmək, ara məsafəsini qorumaq, zolaq dəyişmək var. Yüksək sürətli yollarda zolaq dəyişmə, ötmə əməliyyatları var. Geriyə hərəkət var, parklama var, dar keçid olan ərazilərdə avtomobili misal üçün idarə etmək. Bunların hamısı işdir. Hələ mən hamısını saymıram. Hamısı işdir və 5-3 saatlıq iş deyil. Sağ olun, salamat qalın. Ümid edirəm ki, bu verdiyim məlumatlar, izahlar sizin üçün faydalı oldu. Allah hər birinizi qorusun.